Salam, bugün sınaq 24-ün izahına baxırıq. Birinci suala baxaq. Birinci sualda deyilir ki, aşağıda bakteriyanın sadə yolla bölünərək çoxalma sxemi verilmişdir. Sxemə əsasən aşağıdakı hadisələrdən hansı həyata keçməz? Bilirik ki, bakteriyalar sadə bölünmə yolu ilə çoxalır. Sadə bölünmə yolu həm deməli mitoz bölünmə ilə oxşarlığı da var, fərqliliyi də var. Bölünmə vətərlərinin əmələ gəlməsi karyokinez nüvənin bölünməsi deməkdir. DNT-nin reduplikasiyası və fərd sayının artması. Burada bölünmə vətərlərinin əmələ gəlməsi mitoz bölünməyə aiddir, sadə bölünməyə aid deyil. Bölünmə vətərləri əmələ gəlsə də, bölünmə vətərlərinin əmələ gəlməsi bilirik ki, hüceyrə mərkəzi ilə olur da. Hüceyrə mərkəzi onsuz da heç bakteriyada yoxdur. Bundan da əlavə o bakteriyanın bir dənə halqa formasında DNT-si var. Ona görə burada birinci cavab bakteriyaya aid deyil. Ona görə buradan birinci cavabı işarələyək. Bizdən nəyi soruşur? Hansı həyata keçməz? Bir də nüvənin onsuz da bakteriyalarda nüvə yoxdur, nüvənin bölünməsi də yoxdur. Elə cavabımız olacaq 1 və 2 A variantı. DNT-nin reduplikasiyası, yəni ikiləşməsi həyata keçəcək, çünki DNT-yə malikdir. Fərd sayının artması da onsuz da sadə bölünmənin əhəmiyyəti ilə fərd sayının artması deməkdir. Ona görə cavabımız olacaq A variantı. İkinci suala baxırıq. Balığın hansı rəqəmlə verilən beyin şöbəsi müvazinat və hərəkət koordinasiyasında iştirak eləyir? Müvazinat və hərəkətdə beyincik iştirak eləyirdi. Şəkilə də baxsaq diqqətlə, uzunsov beynin üzərində həmişə beyincik dayanır. Uzunsov beyində burada baxıram ki, dördüncüdür. Dördüncünün üzərində nə dayanıb? 3. Deməli, 3 beyincikdir. Cavabımız olacaq C variantı. Üçüncü sualda şəkildə diploid xromosom dəstinə malik heyvan hüceyrəsinin mitoz bölünməsinin mərhələləri verilib. Hansı rəqəmlə işarələnmiş faza doğru göstərilibdir? Baxaq. Deməli, birinci anafazadır. Burada artıq ayrılır. Anafazadır. Sonra ikinci telefazadır. Üçüncü metafazadır. Bizə nə deyir? Deyir, hansı faza doğru göstərilibdir? Birincidə, birincidə metafazadır. Doğru göstərilib. Xeyr, doğru göstərilməyib. Birincidə metafaza deyil. Sonra ikinci telefazadır. İkinci ilə telefazadır. Burada bu doğru göstərilib. Çünki elə buradan bayaq dedik ki, ikinci telefazadır. Burada hüceyrənin boğumlanıb bölünməsi deyilir. 3 metafazadır. Burada deyir profazadır. Sonra 5 anafazadır. Yox, 5 anafaza deyil. 5 hələ hazırlıq mərhələsidir. Sonra 4-cü profazadır. Burada da deyir 4-cü interfazadır. Yox, interfazada deyil. Ona görə düzgün cavabımız olacaq B variantı. Sonra 4-cü suala baxırıq. 4-cü sualda deyir ki, aşağıdakı qrafikdə heyvan hüceyrəsinin bölünmədən əvvəl və bölünmə zamanı DNT miqdarının zamandan asılılıq qrafiki verilmişdir. Deməli, burada əvvəlcə DNT-nin miqdarı 2x olub, sonra DNT-nin miqdarı artıb, daha sonra sabit qalıb və azalıb. Qrafiklə bağlı aşağıdakı ifadələrdən hansı doğrudur? Deməli, burada deyir ki, T1 zaman aralığında DNT-nin reduplikasiyası baş vermişdir. T1 zaman aralığı budur. Burada da DNT ikiləşibdir. Bu düzdür. Bunu götürərik. Verilən qrafik mitoz bölünməyə aiddir. Deməli, birinci hazırlıq mərhələsidir. Hazırlıq mərhələsindən sonra DNT-nin miqdarı 4x olaraq qalır. Daha sonra ən sonda bəli 2x olaraq qalır. Düzdür. İkinci cavabımız da düzdür. Üçüncüdə T3 zaman aralığında genetik cəhətdən eyni olan iki hüceyrə əmələ gəlir. Mitoz bölünmə zamanı deyirdik ki, ana hüceyrəyə bənzəyən 2 dənə qız hüceyrə əmələ gəlir. Ona görə üçüncü də düzdür. Düzgün cavabımız olacaq 1, 2, 3 C variantı. 5-ci sualda deyir, diploid xromosom dəstinə malik canlının mitoz bölünməyə aid bir mərhələsi verilmişdir. Diploid xromosom dəstinə malikdir və burada da nə göstərilibdir? Görürük, artıq xromosomlar bir-birindən ayrılıblar və qütblərə çəkilməyə başlayıblar. Deməli, anafaza mərhələsidir. Verilən mərhələ deyir, anafazadır. Bəli, düzdür. Elə indicə dedik ki, anafazadır. Profaza mərhələsində xromosomların sayı 8-dir. Aha, profazada xromosomların sayı 8 olmayacaq. Çünki bunlar profazada bir-birinə birləşmiş formadadır. Bu 1, bu 2, bu 3, bu da 4. 4 olar. Yəni 8 olmaz. Üçüncüdə deyir, metafaza mərhələsində sentromer sayı 4-dür. Sentromer sayı baxıram elə yuxarıda hüceyrə mərkəzi göstərilibdir. Hüceyrə mərkəzdə bir-birinə perpendikulyar olan sentromerlərdən təşkil olunubdur. Baxıram 1, 2, 3, 4. Bəli, 4 dənədir. Bunları sayırıq. 1, 2, 3, 4. Və cavabımız olacaq 1, 3, 1, 3, C variantındadır.
Sonra keçək 6-cıya. 6-cıda deyir ki, trutenin spermatozoidinin əmələ gəlməsində aşağıdakılardan hansı baş verməz? Truten erkək arıdır, bilirik ki, və erkək arının qameti əmələ gələndə mitoz bölünmə ilə əmələ gəlirdi. Deyir, ipliklərinin əmələ gəlməsi həm mitoz bölünmədədir, həm meyozdadır. Bu baş verər. Bizdən verməzi soruşur. Xromatidlərin ayrılması, bəli, bu da baş verəcək. Nüvə pərdəsinin əmələ gəlməsi, sonda nüvə pərdəsi əmələ gələcək. Homoloji xromosomların birləşməsi. Mitoz bölünmə ilə əmələ gəldiyinə görə burada homoloji xromosomların birləşməsi baş verməz. Bu meyoz bölünməyə aiddir. Hüceyrənin boğumlanaraq ikiyə ayrılması, bəli, bu da mitoz bölünmənin xüsusiyyətlərindən biridir və heyvan hüceyrəsinə xasdır. 6-da cavabımız olacaq D variantı. 7-cidə endosperm hüceyrəsində 42 xromosomu olan diploid erkək bitkinin tozcuğu. Deməli, endosperm hüceyrəsi deyirsə, deməli, burada 3N-dir. 3N nəyə bərabərdir? 42-yə. Yarpaq hüceyrəsində 42 xromosomu olan diploid bitkinin dişiciyi ilə tozlanmışdır. Deməli, diploid bitki 2N yenə bərabərdir 42-yə. Əmələ gələn hibridin endosperm hüceyrəsində neçə xromosom olar? Deməli, bizdə birinci tozcuqdur. Buradan mən eni taparam mı birinci bitkidən? Eni deməli, olacaq 42-ni 3-ə böləndə 14. Deməli, spermi olacaq 14. 14. 2N 42-dir. Bunun eni də olarmı? 21. Deməli, bunun mərkəzi hüceyrəsi də 2N olacaqdır da. 21, 21 eləyəcək yenə 42. 42 ilə 14 birləşib endosperm hüceyrəsini əmələ gətirər. Bu da olar 56. Cavabımız A variantı. Çünki endosperm hüceyrəsində əmələ gəlməsində diploid mərkəzi hüceyrə və bir dənə də haploid xromosom dəstinə malik sperm iştirak edirdi. Birləşib 3N xromosom dəstinə malik endosperm əmələ gətirirdilər. 8-ci sualda zülal molekulunda 123 ədəd amin turşusu olarsa, bu molekulun tərkibindəki amin turşu qalıqlarının radikalsız hissələrində karbon və oksigen atomları arasında cəmi neçə rabitə olar? Bunu onsuz da mən deməli digər bir videoda eyni bu sualı izah eləmişdim. Yenə izah eləyərəm. Burada deyir ki, radikalsız olan amin turşularında karbon və oksigen atomları arasında cəmi neçə rabitə olar? Biz amin turşunun radikalsız formulunu yazsaq, karboksil qrupundan ibarət idi və bir də amin qrupundan aid idi, yəni birləşmişdi. Burada da deməli bir dənə radikal var idi və burada da hidrogeni olur, o sözsüz. Deməli, necə birləşirdi? Bu birinci amin turşusudur. Birinci amin turşusu ikinci amin turşuya birləşəndə birincinin karboksil qrupu ilə digərinin amin qrupu birləşəcək. Məsələn, burada o birisinin bax bu hissəsi olacaq da. H2 olacaq. Yəni H burada, H da burada. Bax bunlar birləşib su əmələ gətirirdi. Deməli, bütün hamısında artıq OH-lar gedəcək və bir dənə buradakı 2 qat rabitəli qalacaq. 2 qat rabitəli qaldığına görə mən 123 amin turşusunun hamısını 2-yə vuraram. Çünki 2 dənə rabitə var burada. 123-ü vuraram 2-yə. Eləyəcək burada 246. Amma ən sonda əmələ gələn, bax düşünün ki, bu çəkdiyim ən sonuncu amin turşudur. Ən sonuncu amin turşunun burada bir dənə karbonu, burada da bir dənə karbon və oksigen və bir dənə də OH olacaq. Və buradan bir dənə H-ı birləşəcək, buradakı OH-ı artıq sərbəst qalacaq. Deməli, burada mən 2 dənəni bayaq vurub hesablamışdım onsuz da. Burada da ən sonuncuda bir dənə rabitə qalırdı onsuz da. Bunu bir dənə qırmızı ilə işarələyib. Bu bir dənə qalır OH. Çünki birləşmir də. Axı sonuncu amin turşusudur bu. Halqada zəncirin sonuncu amin turşusudur. Ona görə mən 246-nın üstünə 1 gələrəm. Eləyər 247. Cavabımız olacaq A variantı 247. 9-cu suala baxırıq. 9-cu sualda deyir ki, yanlış fikri seçin. İnsanın gövdə skeleti kəllə qutusuna aid sümüklə birləşmə əmələ gətirə bilər. Bəli, onurğanın birinci boyun fəqərəsi ənsə ilə birləşmə əmələ gətirirdi. Bu getdi. Sonra ikincidə yastı sümüklə birləşmə əmələ gətirə bilər. Bəli, çanaq sümüyü ilə birləşmə əmələ gətirirdi. Həmçinin də yuxarıdan ənsə sümüyü ilə yastı sümüklərə aiddir. Bu da getdi. Qarışıq sümüklə birləşmə əmələ gətirə bilər. Körpücük sümüyü ilə bəli birləşmə əmələ gətirir. Bu da getdi. İki cür sümük iliyi olan sümüklə birləşmə əmələ gətirə bilərmi? Xeyr, əmələ gətirə bilməz. Çünki gövdənin skeleti yox,
qurşaq skeleti iki cür sümüklüyü olan sümüklə birləşmə əmələ gətirə bilər. Tək sümüklə birləşmə əmələ gətirə bilər. Deməli, gövdənin skeleti bəli, ənsə sümüyü təkdir, onunla da birləşmə əmələ gətirə bilər. Cavabımız olacaq D variantı. 10-cu sualda neştərçi haqqında hansı fikir yanlışdır deyir. Bel qan damarı ilə qan quyruğa doğru axır, düzdür, hərəkət eləyir. Mayalanması daxilidirmi? Xeyr, mayalanması xaricidir. Elə cavabımız olacaq. Cüt üzgəcləri olmur, bəli olmur. Xüsusi hiss orqanları yoxdur. Sinir borusunun ön ucunda qoxu çökəkliyi yerləşir, bəli. Deməli, cavabımız olacaq B variantı. Keçirik 11-ciyə. 11-cidə deyir ki, xromosom düzülüşü aşağıdakı sxemdə verilən hüceyrələrin hansında xromosom sayı anormallığına yol açan mutasiya baş vermişdir. Xromosom düzülüşü aşağıdakı sxemdə verilən hüceyrələrin hansında xromosom sayı anormallığına yol açan mutasiya baş vermişdir. Deməli, burada hər bir xromosomdan bir ədəddir. Bu normaldır. Sonra burada artıq bax, bu məsəl üçün birindən 2 dənədir. Deməli, ilə cavabımız olacaq B variantı. C variantında hərəsindən bir dənədir, bu da olmaz. D-də yenə hərəsindən bir dənədir, bu da olmaz. E-də diploid sayı verilibdir, hərəsindən 2 dənədir, bu da olmaz. Elə cavabımız olacaq B variantı, çünki burada bax, bu dairələr 2 dənədir. Əgər bu 2 dənədirsə, onda bunlar da 2 dənə ola bilərdi. Amma bunlar 2 dənə deyildi, ona görə elə yanlış cavab olacaq B variantı. 12-ci suala baxırıq. 12-ci sualda deyir ki, meyoz bölünməyə aid olan X və Y mərhələlərində aşağıdakı proseslərdən hansı ortaq olaraq həyata keçməz? Deməli, bu birinci meyozdur, X. Y da ikinci meyozdur. Crossingover bilirik ki, birinci meyozda baş verir. Yəni, bu ikinci meyoza aid deyil. Ona görə cavabımız olar A variantı. Crossingoverin əmələ gəlməsi. Bölünmə vətərlərinin qısalması hər birində baş verir. Sitokinezdir, karyokinezdir. Birdə də 2-də də baş verir. Hüceyrə sayının artması ilə sxemdən də göründüyü kimi birindən 2 dənə, ikisindən də 4 dənə hər birinə aiddir. Ona görə 12-də cavabımız olacaq A variantı. Təkamül prosesində növlərin dəyişməsini şəkildə göstərilmiş qaydada izah edən alim hansı variantda düzgün verilibdir? Bu, elə şəkildə baxan kimi Lamarck'ın fikridir. Ona görə burada olar cavabımız D variantı, Lamarck. 14-cü suala baxırıq. 14-cü sualda deyir ki, nisbi sakitlik halında insan 60 tənəffüs hərəkəti etmişdir və bu müddət ərzində atmosferdən onun ağciyərlərinə neçə litr oksigen daxil olmuşdur. Deməli, baxaq burada bir tənəffüs hərəkəti eləyəndə insanın ağciyərlərinə deməli 105 milli oksigen daxil olur. Bir tənəffüs hərəkəti eləyəndə. 60 tənəffüs hərəkəti eləyəndə X. X da buradan bərabərdir. 60-ı biz vursaq 105-ə. İndi bir dəqiqə 60-ı vursaq 105-ə. Burada cavabımız eləyir 6300. 6300 nədir? Millidir. Bizdən də nə ilə soruşur? Litrdən soruşur. Ona görə 6,3 litr olar. Cavabımız olar A variantı. Keçək 15-ci suala. 15-ci sualda deyir ki, hansı rəqəmlə verilən hissədə səs dalğaları sinir impulsuna çevrilir? Biz demişdik ki, səs dalğaları harda çevrilirdi? İlbizdə çevrilirdi. İlbizin içərisində endolimfa var idi. Daha sonra endolimfa, zarlı limfa var idi. Ona görə burada olacaq cavabımız 4-cü D variantı. Daha sonra 16-cı suala baxırıq. Yanlış mülahizəni müəyyən edin. Mamır və qıcının sporu əlverişli şəraitdə düşdükdə düzərək yeni orqanizm əmələ gətirir. Bəli, bir hüceyrədən ibarətdir, düzdür. Qeyri-cinsi çoxalma zamanı əmələ gəlir. Yəni, qeyri-cinsi çoxalma sporofit nəslə aiddir daha çox. Qalın qılafla örtülmüşdür. Qalın qılafla örtülür, bəli. Zigotun bölünməsindən əmələ gəlir. Hər ikisinə biz bunu aid eləyə bilmərik. E variantı. 17-ci sualda deyir ki, nöqtələrin yerinə yazmaq olmaz. Çox hüceyrəli yosunların nümayəndələri vardır. Rizoidlərə vardır. Yəni, rizoidlərə malik olanları vardır. Bəli. Dənizlərdə yaşayan, bəli, dənizlərdə qonur və qırmızı yosunlar. Xromatoforsuz hüceyrəyə malik olan ulotriksin ən sonuncusu.
Vegetativ orqanları olanı biz yosunda deməmişdik. Biz demişdik ki, mamırlarda vegetativ orqan olanları var. Ona görə elə deməli xlorofillə yanaşı göy və qırmızı pigmentlər bəli qırmızı yosunlarda var. 17-də cavabımız olar D variantı. 18-ci sualda deyir cədvələ əsasən X canlısının canlılarla verilən, yəni canlılarla hansı sistematik vahiddə birləşdiyi tünd rənglə verilmişdir. Baxaq, göl qurbağası ilə dəstədə birləşir. Deməli bu göl qurbağası ilə eyni dəstəyə aiddir, yəni quyruqlar dəstəsinə aiddir. Elə tez cavaba baxaram. Çili salamandıra quyruqlara aiddir. Çay xanısı balıqlardır, heç bura aidiyyatı yoxdur. Koramal sürünənlər, adi triton quyruqlular, Qafqaz xaçlıcası ilə göl qurbağası ilə eyni dəstəyə aiddir. Cavabımız olar E variantı. Sonra 19-cu sualda deyir ki, X, Y, Z maddələrini müvafiq olaraq müəyyən edin. Baxıram, ağızda parçalanmaya məruz qalmayıb X maddəsi. Mədədə və nazik bağırsaqda parçalanmaya məruz qalıb. Deməli, bu nə olar? Bu zülal olarmı? Bəli, zülal olar. Sonra Y maddəsi ağız, mədə və nazik bağırsaqda, ağızda mədədə parçalanmayıb, nazik bağırsaqda parçalanıb. Bu da yağlar olar, çünki karbohidrat olmaz. Karbohidrat bəli, Z maddəsi olar, çünki ağızda parçalanmaya məruz qalır. Mədədə karbohidratlara təsir göstərən yoxdur, nazik bağırsaqda yenidən məruz qalır. Bizə nə deyir? Deyir ki, bu maddələri müəyyən eləyin. Zülal yağ, karbohidrat. Baxıram A, B, zülal yağ, karbohidrat D variantı. Cavabımız olar D variantı. Daha sonra 2 saat ərzində müəyyən qədər bakteriya əlverişli şəraitdə maksimum sürətlə bölünmüşdür. Bölünməyə məruz qalan ümumi fərdlərin sayı 252 olmuşdur. Biz də bilirdik ki, bizim düsturumuz N0 vurulsun, 2 üstü deməli T bölünsün 20 bərabərdir N T'yə bərabərdir. Və bizdən nəyi soruşur? Deyir, sonuncu bölünməyə bir bakteriyanın neçə fərdi məruz qalmışdır? Bir bakteriyanın neçə fərdi məruz qalmışdır. Biz bunu belə həll eləyə bilərik. Məsələn, burada bizə bölünməyə məruz qalanları verib. Biz də bilirik ki, NT-dən N0-ın çıxanda bölünməyə məruz qalanları, yəni 252-ni verir bizə. NT buradan bərabərdir 252, üstə gəl N0-a. Gətirib düsturda yerinə qoysaq, N0 vuraq, deməli 2 üstü 2 saatdır da 120-ni 20-yə böləndə eləyir 2 üstü 6 bərabərdir. NT-nin yerinə də bunu yazarıq. N0 üstə gəl 252. Baxaq N0 vuraq 64-ə. Yəni 64 N0 bərabərdir 252 üstə gəl N0-a bərabərdir. N0-ı bu birisi tərəfə keçirsək, burada olar, deməli, 63 N0 bərabərdir 252-yə. Buradan da N0 olar 4-ə bərabər. Deməli, başlanğıc bakteriyam 4-dür. Amma bu əslində mənə lazım deyildi. Çünki deyir ki, sonuncu bölünməyə bir bakteriyanın neçə fərdi məruz qalar və mənə də 2 saat onsuz da veribdi. Sadəcə mən bunu yazdım ki, buradakı 252 ədədi sizə qarışıq, yəni qaranlıq qalmasın bu hissə. Tez mən 2 saata birindən ikisini, 4-ünü, 8-ini alaram və oradan 16, 32 və 64-ü də 2 saata alaram. Mənə də deyir ki, bir bakteriyanın neçə fərdi bölünməyə məruz qalıb ən sonuncu bölünməyə 32-dir və mən də tez cavabdan 32-ni işarə eləyərəm 20A variantı. 21-də deyir 40 ədəd adi şam toxumunun əmələ gəlməsi zamanı mayalanmada neçə hüceyrə iştirak edir? Çılpaq toxumlarda bir toxumun əmələ gəlməsində 2 hüceyrə iştirak edirdi. 40-a vuraram 2-yə cavabımız eləyər B variantı 80. Daha sonra 22-ci sualda deyir ki, yaşıl quş mamırının udduğu su ilə birlikdə çəkisi 15 kiloqram olubdur. Bilirik ki, öz çəkisindən 4 dəfə çox suyudur. Ona görə x üstə gəl 4x bərabərdir 15-ə. 5x bərabərdir 15-ə, x buradan bərabərdir 3-ə. Mamırın quru çəkisini soruşur. Cavab olar C variantı 3. Daha sonra bizdən 23-cü sualda deyir ki, uyğunsuzluğu müəyyən eləyin. A variantında deyir ki, quş əbbəyi sadə salxım. Bəli, quş əbbəyi sadə salxım çiçək qrupuna aiddir. B variantında deyir ki, bağa yarpağı sadə sümbüldür, düzdür. Sonra zəncirotu səbətdir. Bəli, zəncirotu səbətdir, düzdür bu da. Daha sonra baxırıq, deməli, nəyə? Zəncirotu səbətdir, yer kökü
sadə çətir, yer kökü sadə çətir, 3 yarpaq yonca başçıqdır. Burada cavabımız olar D variantı, yer kökü mürəkkəb çətirdir. Ona görə cavabımız olar D variantı. Sonra keçirik 24-cü suala. 24-cü sualda deyir ki, triploid endosperm və haploid endosperm hüceyrəsinə malik olan bitkilər ekoloji piramidanın neçənci halqasında yerləşir? Biz də bilirdik ki, çılpaq toxumlular və örtülü toxumlular nəyə aiddir? Prodüsentlərə aiddir. Ona görə biz onları prodüsentlərə aid eləyərik. Daha sonra deməli, ən aşağı qata, yəni prodüsentlərin yerləşdiyi qata. 25-ci suala baxırıq. 25-ci sualda deyir ki, 2 diheterozigot sarı hamar noxudların çarpazlaşmasından əmələ gələn sarı hamar noxudların hansı hissəsi bir əlamətə görə heterozigotdur? Biz sarı hamar noxudları burada yazsaq, demişdik ki, fenotipə görə parçalanmada 9, 3, 3, 1-dir və bu 9-da sarı hamardır. 9 fərdi götürsək, 9 fərdin deməli, böyük A, böyük B bu sarı hamardır. Daha sonra sarı hamarlar hansılardır? Böyük A, böyük B, balaca B. Daha sonra hansılardır? Böyük A, balaca A, böyük B, böyük B olar. Bir də hər iki əlamətə görə heterozigot olar. Bu bizə onsuz da lazım deyil. Bu da bizə lazım deyil. Bu 1 ədədi idi, bu 4 ədədi idi. Bunlar da 2, 2 idi. Bizə nə deyir? Bizə deyir ki, sarı hamar noxudların hansı hissəsi? Yəni, bunun hansı hissəsi? Bu da 9-dur, ümumilikdə bilirik. 9-un 2-dən 2, yəni 4 hissəsi bir əlamətə görə heterozigotdur. Ona görə 9-dan 4. Cavab olar D variantı. 26-cı sualda deyir ki, aşağıdakı qrafikdə populyasiyada dovşan sayının zamandan asılılıq qrafiki verilmişdir. Baxaq zamandan asılılıq qrafikinə. Deyir ki, qrafikə əsasən aşağıdakı fikirlərdən hansı doğrudur? Z zamanında ölüm sayı doğum sayından çoxdur. Ölüm sayı doğum sayından, bəli, bu cavab düzdür. Y zamanında doğum sayı X zamanından çoxdur. Y zamanını biz bunu deyə bilmərik. Çünki X zamanında daha çox olubdur ki, Y yüksək olub burada. Ona görə bu cavabımız da düzgün olmaz. Hər 3 zaman ərzində dovşanların sayında artım olmamışdır. Yox, Z zamanında azalma. Ona görə cavab olar yalnız bir D variantı. 27-ci suala baxırıq. Evkaryot orqanizmlərin canlı hüceyrəsinin nüvəsində baş verə bilər. Nə baş verə bilər? DNT-nin özünü yeniləməsi, yəni ikiləşməsi baş verər. Bu baş verər. DNT-dən RNT-nin əmələ gəlməsi, bəli, nüvədə baş verən bir prosesdir. Zülalın əmələ gəlməsi bu sitoplazmada baş verər. Ona görə 1, 2 cavab yenə olar D variantı. 28-ci sualda deyir, DNT molekulunda verilənlərin hansının sayını bilməklə nukleotidlərin sayını bilmək olar. Biz burada deyirdik ki, dezoksiribozaların və fosfat turşusunun sayını bilməklə nukleotidlərin sayını bilərik. Cavabımız olar D variantı. Hipofiz vəzinin hipofunksiyası zamanı meydana çıxır. Hipofunksiyası zamanı cırtdan boyluluq, hiperfunksiyası zamanı nəhəng boyluluq. Burada cavabımız olar E variantı. Daha sonra 30-cu suala baxaq. 30-cu sualda deyir ki, somatik hüceyrənin bölünməsi zamanı hüceyrə mərkəzləri qütblərə çəkilir, nüvə qılafı əriyir, xromosomlar sitoplazmada sərbəst formada yerləşir. Bu bilirik ki, profazaya aiddir. Hansı profazaya? Somatik hüceyrə dediyinə görə mitozun profazasına aiddir. 30D variantı olar. Daha sonra hüceyrə mərkəzləri qütblər, düzdür, mitozun profaza mərhələsi. 31-ci sualda deyir ki, verilən ifadələrdən hansı doğrudur? Deməli, sol ağciyər 3 paydan, sağ ağciyər 2 paydan. Bu əksinə olar. Bronxlarda qazlar mübadiləsi həyata keçirilir. Xeyr, bronxlarda qazlar mübadiləsi həyata keçirilmir. Ağciyərlərin üzərinə epitel toxumasından əmələ gəlmiş ağciyər plevrası, xeyr, bu da səhvdir. Qazlar mübadiləsi nəfəs alma zamanı həyata keçirilir. Bəli, qazlar mübadiləsi nəfəs alma zamanı həyata keçirilir. Döş boşluğunun xarici səthinin divarında plevra yerləşir, xarici yox, daxili səthində deyə bilərik. Ona görə bu da getdi. 32-ci suala baxırıq. 32-ci sualda deyir ki, kərtənkələnin yumurtalığının yetişmə zonasına 9 hüceyrə daxil olubdur. Yetişmə zonasına 9 hüceyrə daxil olub. 9 hüceyrənin sonunda bilirik ki, bir hüceyrədən 4 dən əmələ gəlibsə, 9-u 4-ə bularıq, eləyər 30, deməli, 36. 36-dan da yarısı X olar, 18-i X olar, 18-i Y olar. Sonda deyir, əmələ gələn X cinsi xromosomlu qametlərin sayı
Y cinsi xromosomların qametlərin sayından 2 dəfə çoxdur. Deməli 2x üstəgəl x bərabərdir. 9 hüceyrə daxil olubsa, deməli 9 dənə də qametimiz var. Buradan 3x bərabərdir 9-a, x də bərabərdir 3-ə. X nədir? X Y xromosomludur. Yəni 3 dənəsi Y xromosomludur. Tez buradan Y xromosomlunu çıxaram. Qalar burada 15 yönəldici cisimcik. Nə soruşur bizdən? Neçə yönəldici cisimcik Y cinsi xromosomunu daşıyır? Elə bəli, cavabımız olar 15, yəni B variantı. Məsələn, burada 2 vur 3, 6 idi. 18-dən də 6-nı çıxaram, 6x-i. Yəni X xromosomunu. Burada yerdə qalar 12 yönəldici cisimcik. 33-ə baxırıq. 33-də deyir ki, aşağıdakı refleks qövsündə iştirak edən hissələr verilibdir və bu hissələrə əsasən verilən fikirlərdən hansı doğrudur? Birinci hissəni deyir ki, işçi orqandır. İşçi orqan olmaz, qıcıq qəbul edən olar. Ona görə A variantı doğru deyil. İkinci hissədə deyir ki, neyronun dendriti ara neyronla əlaqəli. Dendriti yox, aksonu desəydi, haradasa düz götürə bilərdik. Ona görə B variantı da düzgün deyil. Dördüncü neyronun cismi boz maddənin əmələ gəlməsində iştirak eləyir. Dördüncü hərəkidir. Bəli, onun cismi boz maddənin əmələ gəlməsində iştirak eləyər. Üçüncü neyron periferik hissədə ola bilər. Periferikdə yox, mərkəzdə ola bilər. Ara neyrondur. Daha sonra 5-ci hissə qıcıqları qəbul edən hissədir. 5-ci hissə qıcıqları qəbul edən yox, işçi orqandır. Ona görə bunlar da getdi. Düzgün cavabımız olacaq C variantı. 34-cü sualda deyir ki, aşağıdakı qrafikdə müəyyən zaman ərzində bir hüceyrədən mitoz bölünmələrlə əmələ gələn hüceyrələrin sayı verilmişdir. Bir hüceyrədən 12 dənə hüceyrə əmələ gəlibdir. Biz bunu belə tapa bilərik. Deyir 0-T5 aralığında cəmi neçə hüceyrə mitoz yolla bölünübdür. Biz başlanğıc hüceyrədən, daha doğrusu sonuncu əmələ gələn hüceyrədən başlanğıcı çıxarıq, burada qalar 11. Deməli 11 dənə hüceyrə mitoz bölünmə yolu ilə bölünübdür. Bu ayrı. Əlavə olaraq biz bunu sxemlə eləsək, məsələn, burada bir dənə hüceyrə bölünübdür. 2 dənə hüceyrə əmələ gəlibdir. Burada görürük T1 zaman aralığında. T1 zaman aralığında bir dənəsindən 2 dənəsi əmələ gəlib. Daha sonra T1-dən T2-yə qədər bölünmə baş verməyib. T3-ə qədər 3 dənəsi əmələ gəlib. Deməli, T1 ilə T3 aralığında, yəni T2, T3-də 3 dənə hüceyrə əmələ gəlib. 3 dənə hüceyrə əmələ gəlibsə, yəni 3 dənə hüceyrədir ümumilikdə sayı. Deməli, bunun biri bölünübdür, digəri bölünməyib. Yəni mitoz bölünmə keçirməyibdir. Daha sonra bu olar, deməli T3-də. Yəni T2, T3-də olar. Daha sonra nə deyir? Daha sonra deyir ki, T4-ə qədər 6 dənə hüceyrə əmələ gəlib. 6 dənə hüceyrə əmələ gəlibsə, deməli bunların hər biri mitoz yolla bölünübdür. Olub 6 dənə hüceyrə. Daha sonra T4, T5-də də olub 12 dənə. Bu, deməli T4-də idi. T4, T5 aralığında da olub 12 dənə. Deməli, burada 6 dənə hüceyrə varsa, hər biri bölünəcək. 12 dənə hüceyrəni əmələ gətirəcək. Bizdən nəyi soruşur? Bizdə deyir ki, 0-T5 aralığında neçə hüceyrə mitoz yolla bölünübdür. Baxıram mən tez buradan. Bu birinci hüceyrə, bu 2, bu 3, bu 4, bu 5. Daha sonra bunu götürmürəm, bunu. Çünki bu bölünməyibdir. Ona görə elə bunu götürərəm. Deməli, 1, 2, bunu götürüm bir dəqiqə, 3. Bunu götürüm, 3. Deməli, bu 1, bu 2, bu 3, bu 4, bu da 5. Bu çünki bölünməmişdi, elə qalmışdı burada. 5, daha sonra, deməli, bu 5, daha sonra 6, 7, 8, 9, 10, 11 dənə hüceyrə mitoz bölünmə keçiribdir. Nəhayətində 12 dənə hüceyrə əmələ gəlib. Cavabımız olar B variantı 11. 35-ci suala baxırıq. 35-ci sualda nə deyir bizə? Deyir, qrafikdə verilən asılılıqların hansı mitoz və meyoz bölünmə üçün ortaqdır? Ortağı soruşur bizdən. Birdə hüceyrə sayının zamandan asılılıq qrafiki verilibdir, getdikcə artıbdır. Bu, hər ikisi üçün ortaq olan hüceyrə sayının artması. Bu heç, bu düzdür. Daha sonra ikinciyə baxırıq. İkincidə artıb DNT-nin miqdarı və sonda gəlib ən aşağıya düşüb. Yəni, X-a düşübdür ən sonda. Ona görə
olar. Yəni mitoz üçün olmaz. Ona görə 2 də düz deyil. Hüceyrənin həcmi burada artıbdır. Bu da hər ikisi üçün ortaq olmaz. Həcm. Çünki mitoz bölünmədə ana hüceyrədən eyni qız hüceyrə əmələ gəlir. 30, daha doğrusu 4-cüdə də hüceyrədə gen sayı 2 dəfə artıbdır. Daha sonra yenə elə bil ki tək sayıya düşübdür. Ona görə bu da hər ikisinə aid deyil. Ona görə cavabımız olar yalnız bir C variantı. 36-cı sualda deyir, bir kartof yumrusunda 3 fərqli gözlükdən fərqli mühitlərdə X, Y, Z bitkiləri alınmışdır. Deyir ki, bir kartof yumrusunda olan 3 fərqli gözlükdən fərqli mühitlərdə X, Y, Z bitkiləri alınmışdır. Deyir ki, buna görə hansı fikirlər doğrudur? X bitkisinin yetişdiyi mühit Z bitkisinin yetişdiyi mühitdən əlverişlidir. Bəli, biz bunu deyə bilərik. Çünki X Z-dən əlverişli görünür. X, Y, Z bitkilərində əmələ gələn spermlərin genotipi mütləq eynidir sözünü biz heç vaxt deyə bilmərik. Ona görə 2 səhvdir. Üçüncüdə Y bitkisinin genotipi digər bitkilərin genotipindən fərqli olaraq düşdüyü mühit şəraitinə daha çox uyğunlaşır. Deməli, genotipindən fərqli olaraq sözünü də biz deyə bilmərik. Çünki hər birinin genotipi eynidir. Ona görə yəni bu cavabımız da düz olmaz. Çünki hər birinin genotipi eynidir. Genotipdən asılı deyil bu. Ətraf mühitdən asılıdır, yəni onların inkişaf etməsi. X və Z bitkilərinin somatik hüceyrələrinin genotipi eynidir. Bəli, eyni bitkidən alındığına görə 4 cavabı da düz olar. 1 onsuz da düz idi. Cavabımız olar 1, 4, A variantı, 36 A variantı. Sonra 37-ci suala baxırıq. 37-ci sualda deyir, mitozun hansı mərhələsində xromosomlar yalnız 2 xromatidli olar? Biz də deyirdik, profazada və metafazada 2 xromatidli olur. Telefaza və anafazada isə artıq xromatidlər bir-birindən ayrılır. 1, 3 cavab olar C variantı. 38-ci suala baxırıq. Deyir, çoxalma mərhələsinə daxil olan AB genotipli ilkin cins hüceyrə 3 dəfə mitoz keçiribdir. Deməli, bir dənə hüceyrədən ikisi əmələ gəlib, ikisindən 4-ü, 4-ündən də 8-i. Deməli, 8 dənə hüceyrə əmələ gəlib, 3 dənə mitozun sonunda. Əmələ gələn hüceyrələrin hamısı toxumluğun yetişmə zonasına daxil olduqdan sonra alınan qametlərin 5-i yaşama qabiliyyətinə malik olmazsa minimum neçə qamet AB genotipli olar? 8 dənə hüceyrə, deməli, meyoz bölünmə keçirsə 8-i 4-ə vururuq, eləyir 32. 32 dənə hüceyrənin, 8-i böyük A, B elə bir genotipini daşıyar. 8-i böyük A, balaca B. Daha sonra 8-i balaca A, böyük B. 8-i də balaca A, balaca B-ni daşıyar. Və bizdən burada minimum soruşduğuna görə bu 5-i yaşama qabiliyyətini elə bundan çıxaram. 5-i cavab olar 3AB minimum soruşduğuna görə. Ona görə cavabımız olar C variantı 3. Baxırıq cədvələ. Cədvələ əsasən X üstəgəl Y ifadəsinin minimum qiymətini tapın. Burada döl sayını verib 5. Göbək ciyəsinin sayını da bizə verib 5. Necə 5 verib? Yəni döl sayı nə qədərdirsə, göbək ciyəsinin sayı da o qədər olacaq. Ona görə Y-i də mən 5 götürərəm. Cift sayını 39-cu sualda nə deyir? Deyir ki, minimum qiymətini tapın. Minimum qiymətini tapın dediyinə görə, ona görə mən elə eyni götürərəm. Yəni, eyni yumurta əkizlərini götürərəm. Və eyni yumurta əkizlərini götürsəm də ciftimin sayı olacaq 1. Müxtəlif yumurta götürmürəm də minimum dediyinə görə. Bu onsuz da 5-dir və məndən cəmini soruşur. 5 üstə gəl 1 cavab eləyər 6. 40-cı sualda deyir ki, 3 fərqli 2 cinsli çiçək verilmişdir və bu çiçəklərdən əmələ gələn toxumların genetik müxtəlifliyini azdan çoxa doğru düzün. Biz deyirdik ki, öz-özünə tozlanan bitkilərdə genetik müxtəliflik az olur. Amma küləklə və həşəratla tozlanan bitkilərdə genetik müxtəliflik daha çox olur. Çünki təkamül üçün irsi material verirlər.
Baxırıq indi burada B-yə baxırıq. B-də erkəkciklər uzundur. Bunların öz-özünə tozlanma ehtimalı daha çoxdur. Yəni bu öz-özünə tozlanan bitkidir. Ona görə burada az olar. Daha sonra C-yə baxıram. C-də də eyni sərhəddədir. Yəni burada da hardasa öz-özünə tozlanma baş verə bilər. Ona görə mən birinci əsas B-ni götürürəm. Daha sonra C-ni. A-da artıq küləklə və yaxud da ki, həşəratla tozlanma baş verə bilər. Ona görə A-nı ən sonda götürürəm. Deməli, birinci B, sonra C, daha sonra A. Ona görə cavabımız olar A variantı, B, C, A. Azdan çoxa doğru. Ən çox A-da olar. Mənim deyəcəklərim bu qədər. Əlavə nəsə bir sualınız olsa, şərh bölməsindən yaza bilərsiniz. Sağ olun.